Təqdimat faylını yaratdıqdan sonra növbəti addım yeni slaydların əlavə edilməsidir. Çünki yeni təqdimat faylı yaradıldıqda avtomatik olaraq bir standart maketli slayd yaranır. Təqdimat faylının yeni slaydların əlavə edilməsi bir neçə üsulla mövcuddur. Siz slaydlara ya adi qaydada, ya da üzərində işlədiyiniz slaydların, yəni hazır slaydların duplikatını çıxartmaq üsulu ilə, ya da digər təqdimat faylında olan slaydların idxal edilməsi üsulu ilə əlavə edə bilərsiniz. Həm də siz seçdiyiniz şəkillərdən ibarət fotoalbom əsaslı təqdimat faylı da yarada bilərsiniz. Bu təqdirdə fotoalbom üçün seçdiyiniz parametrlərə əsasən slaydlar yaranacaqdır. Fotoalbomun hazırlanmasına növbəti dərslərimizdə daha ətraflı baxacağıq. İndi isə gəlin təqdimat faylına boş slaydların əlavə edilməsinə baxaq. Öncə yeni slaydın hansı slayddan sonra gələcəyini seçin. Deyək, ikinci slayddan sonra yeni slayd əlavə etmək istəyirsiniz. Bunun üçün ikinci slaydı seçin. Sonra isə Home bölməsinə daxil olun. Buradan isə Slide qrupunda yerləşən New Slide düyməsinə basın. Açılmış menyudan təxmini istəyinizə uyğun maketli slaydı seçin. Əgər maketsiz tam boş slayd istəsəniz, menyudan Blank slaydı seçə bilərsiniz. Nəticədə yeni slayd əlavə ediləcəkdir. Yeni slayd yaratmaq üçün qısa yoldan da istifadə edə bilərsiniz. Yetər ki, Ctrl+M düyməsinə basasınız. Slaydların duplikatını çıxarmaq isə işinizi bir xeyli azalda bilər. Beləliklə, həm də vaxt itkisindən də sizi xilas etmiş olacaqdır. Bütün görəcəyiniz iş sadəcə olsun lazımlı slaydı seçib, onun əmri verməklə tam duplikatını çıxarmaqdır. Sonra isə oxşar slaydda birinciyə nisbətən istəklərinizə uyğun dəyişikliklər edə bilərsiniz. Başlıqlar, mətn və digər tərkib hissələri, qrafik və video faylları dəyişə bilərsiniz. İstənilən bir slaydın duplikatını çıxarmaq üçün ilk növbədə onu seçin. Sonra isə Home bölməsindən Slide qrupunda yerləşən New Slide əmrini verin. Açılmış menyudan isə Duplicate Selected Slides əmrini verin. Nəticədə seçilmiş slaydın tam oxşarı yeni slayd olaraq yaranacaqdır. Nəzərinizə onu çatdırım ki, bu qayda ilə eyni anda tək bir slaydı deyil, bir neçə slaydın duplikatını da çıxartmaq olar. Yetər ki, duplikatını çıxarmaq istədiyiniz slaydları öncədən Ctrl düyməsini basıb saxlayaraq seçəsiniz. Daha sonra eyni ilə New Slide düyməsini basaraq açılmış menyudan Duplicate Selected Slides əmrini verərək seçilmiş slaydların oxşarını çıxarda bilərsiniz. Slaydların duplikatını çıxarmaq üçün eyni ilə Home bölməsində olan Clipboard qrupundakı Copy düyməsinə basdıqda açılan menyudan Duplicate əmrini verə bilərsiniz. Və ya istənilən slaydı seçib, üzərində sıçanın sağ düyməsini basaraq açılmış menyudan Duplicate Slides əmrini verməklə də slaydın oxşarını çıxarmaq olar. Təqdimat faylına yeni slaydların əlavə edilməsinin digər bir üsulu ilə də tanış olaq. Bu üsul digər təqdimat faylında olan slaydların idxalı üsuludur. Gəlin buna praktik şəkildə baxaq. Qarşımızda yeni təqdimat faylı açıq vəziyyətdədir və gördüyünüz kimi cəmi bir slaydımız vardır. Və əgər hər hansı bir başqa təqdimat faylında olan slaydı əlavə etmək istəsəniz, Home bölməsinə daxil olun. Buradan isə New Slide düyməsinə basın. Açılmış menyudan Reuse Slides əmrini verin.
proqramın sağ tərəfində panel açılacaqdır. Bu paneldə lazımi təqdimat faylını seçib, həmin təqdimat faylında olan slaydları ekrana gətirə bilərik. Bunun üçün Browse düyməsinə basaraq açılmış menüdən Browse File əmrini verin. Açılmış dialoq pəncərədə isə sizə lazım olan təqdimat faylını seçin. Budur. Seçdiyimiz təqdimat faylında cəmi bir slayd mövcuddur. Və əgər bu slaydı təqdimat faylımıza yerləşdirmək istəsək, yetər ki, üzərində sıçanın sol düyməsi ilə bir dəfə basın. Amma öncədən qeyd edim ki, sadəcə olaraq üzərində bir dəfə sıçanın sol düyməsi ilə bassaq, slayd təqdimat faylımıza bütün obyektləri ilə bir yerdə əlavə olunacaqdır. Əgər format ilə bir yerdə tətbiq etmək istəsəz, yetər ki, Keep Source Formatting seçimini edəsiniz. Ondan sonra sıçanın sol düyməsi ilə bir dəfə həmin slaydın üzərinə basasınız. Gördüyünüz kimi, slayd bütün obyektləri və formatı ilə birlikdə təqdimat faylımıza əlavə olundu.